Salam əziz həmvətənlərim. Bəzi insanlar var ki, çox təəssüflər ki, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar və Azərbaycanda söyləyirlər ki, siyasi məhbus vardır. Azərbaycanda siyasi məhbus anlayışı yoxdur. Siyasi məhbus anlayışı yoxdur. Həqiqətən də söyləyirlər. Azərbaycan dövlətimiz hüququ bir dövlətdir. Hər bir vətəndaşların hüquqlarını yüksək səviyyədə qorunur. Konstitusiya hüquqlarımız yüksək səviyyədə qorunur. Bəli, bilirsiniz, bəzi dırnaq arasında olan şəxslər Azərbaycanı ləkələmək istəyirlər. Qara yaxma kampaniyaları irəli sürürlər, ancaq heç bir şey əldə edə bilməyəcəklər. Bəli, bugün Azərbaycanımız 30 ilinə, həsrətinə son qoyuldu. Bugün Azərbaycan bütövlüyümüz bərpa olundu. Bəli, bizim Azərbaycan dövlətimiz hər bir zaman vətəndaşının yanındadır. Bəzi dırnaq arasında olan şəxslər söyləyir ki, siyasi məhbus vardır. Bir daha da təkrar edirəm ki, siyasi məhbus anlayışı Azərbaycanda yoxdur. Hansı vətəndaş cinayət törədirsə, cinayəti sübuta yetirilirsə və burada bax, fikir verin, təhqiqat araşdırması aparılır, istintaq aparılır, hətta müstəntiq də değişilə bilir o istintaq işində və məhkəməyə gəlir iş, məhkəmədə də iş araşdırması aparılır, məhkəmə istintaqı aparılır və bu şəxs azadlıqdan məhrum olunur. Azadlıqdan məhrum olunan kimi dərhal buna bir don gindirərək özləri, bəzi bu qruplar başlayırlar bu şəxslərə siyasi məhbus deməyə. Bu şəxsin cinayəti sübuta yetirilibsə, bu nə cür ola bilər ki, siyasi məhbus deyilsin? Axı Azərbaycanda həqiqətən də çox bir gülməlidir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ona görə bu şəxslər bəzi dırnaq arasında olan şəxslərin sözlərinə uymalı deyil. Bugün Avropada anlayır ki, Azərbaycan dövləti hüquqi bir dövlətdir. Azərbaycan dövlətinin lideri İlham Əliyev cənabları prezidenti dünyaya sülhü imza atan şəxsdir. Sülhü dəstəkləyərək və sülhün həmişə yanında olub. Cənab prezident İlham Əliyev və Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım və hüquq mühafizə orqanlarının rəhbərləri də, əməkdaşları da, dövlət məmurları da hər zaman vətəndaşına xidmət edir. Bilirsiniz nətərdir? Vətəndaşa xidmət olunur, vətəndaşın yanında olunur, vətəndaşa qayğı göstərilir. Ancaq bəzi hallarda narazılıqlar baş verir. Mən deyərdim ki, üzr istəyirəm, bu şəxslər ərköyündülər. İnciməyin bu sözümə görə. Ona görə gəlin vətənimizin, dövlətimizin qədrini bilək. Avropa İnsan Haqları Məhkəməsi də bunu anlayır. Mən Avropa İnsan Haqları Məhkəməsində Strasburgda 5 gündür ki, mən buradayam. Və bəzi məsələləri qaldıraraq baxırlar və təhlil edirlər, hüquqi qiymət verilir. Bilirsiniz, onlar da anlamağa başlayıb ki, həqiqətən də bəzi o dırnaq arasında olan şəxslər Azərbaycan dövlətinə bir qara yaxma kampaniyaları irəli sürürlər. Bilirsiniz, nə etsələr də heç bir şey edə bilməyəcəklər. Nəyə görə ki, Azərbaycan dövlətimiz hüququ demokratik bir dövlətdir. ARHD saytı olaraq, Azərbaycan Respublikasının vətəndaşı olaraq, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru olaraq hər zaman Azərbaycan dövlətini müdafiə edəcəyəm və Azərbaycan dövlətimin yanındayam, xalqımın yanındayam.